Ailənin ailə olması üçün nə lazımdır? Ailə olması üçün birinci onların bir-birinə münasibəti olmalıdır. Onun üçün kişi bir barmaq yuxarıda durmalıdır həmişə. Qadın da öz kişisini kişi eləməlidir. Mən eləyənim, biri də mənim qadınım olub. Mənim qadınım, mənim qohumlarım öyümüzə gələn kimi hamısına hörmət edir. Mənim qadınım, mənim qohumlarım daha çox istəyir. Nəinki öz qohumlarım. Birinci kişi yuxarıda olmalıdır. Qadın əgər özü deməlidir kişim sən yuxarıda dur. O həmişə onun yuxarı qalxması üçün o kömək eləməlidir qadın. Onda ailə olur. Öyün böyüyü padşahı kişidir. Daxilini bütün hər şeyi görən qadındır. Qadın savadlı olmalıdır özdə. Mənim anam savadsız idi. Amma mən 7-ci sinifdə bilmişəm ki o savadsızdır. Kitab alırdı beni, o danış. Iqqana kimi döyürdü. O bilirdi ki olmaz belə haqqım. Ailə üzvlərinizi necə qoruyardınız? Xoşa gəlməz bir hadisə baş versə. Mənim qızıma təcavüz eləyəni güllələyəcəyəm. Siz? Mən. Yəni bunu qəti şəkildə deyirsiniz. Qəti. Kim olur olsun. Məhkəmədir. Əgər ona iş versələr, Kimə? həmən o təcavüz eləyən adama iş versələr, o qane eləməyəcək. Türmədə yatandan, çıxandan sonra da mən onu güllələyəcəm. Yolu budur. Mən həqiqət söyləyirəm. Məni də tutsunlar, aparsınlar, güllələsin. Ziyalılardan razısınız? Mən sizə bir şey söyləyim. Dövlətin də, millətin də, xalqın da sərvəti onun ziyalısıdır. Bizim insanlarımız çoxu ziyalılarımızı görür. Gəlir, yalanla danışır. Yalanla tərifləyir. Bizim, bəli, dövlətimiz var, dövlətçiliyimiz var. Əgər bunu kim qorumursa, mənim yaxınım da olsun, mən gülləməyə hazıram. Mənim vətənim var, mənim məmləkətim var. Namus vətəndir, namus məmləkətdir, namus sənin dövlətindir. Elə bil bəzi ziyalıların mövqeyi yoxdur. Ya da var, amma öz mövqeylərinə özləri də inanmır. Onlar niyə belədirlər? Adamın bir mövqeyisi olar. Mən bu dövləti sevirəmsə, bu vətəni, məmləkəti sevirəmsə, mən demədim ki, bizim əyərimiz də var, əksiyimiz də var. Bəli, bəzi məmur özbaşınalığı da var. Var. Bunu prezident özü də deyir. Biz prezidentin dalında durduqmu ziyalı kimi? Ziyalılar kişi olmalıdır. Bu milləti düz yönəltməlidir. Milləti, o qara millət nə bilsin bu nədir? Bu milləti düz yönəltməli, düz yola aparmalıdır. Aparmırlar heçəsi. Bəs internetdən yağdırılan söyüşlər? Ayıbdır. 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 Söyüş söymək ayıbdır. Sözüm var söz deginən. Denən filan şeyi səhv edirsiniz. Bunu düz eləmirsiniz. Bu belə olmalıdır. Varındır de bunları. Bəli. Söyüş nədir? Ayıbdır, bəli. Bəli, ayıbdır belə şeylər. Yalan deyirəmsə qoy mən də söysünlər. Bəli, bəli. Mən həqiqət istəyirəm. Belədir, belədir. Belə şey ola bilməz. Sənin oğlun, qızın var, ona